O kızın namusu qiriyyətində barışmalıdır. Ne danışsan? Namus qiriyyət budur. Namus qiriyyət gəlib deməkdir ki. Şübhələnibdir. O sıralına. Nə bir söz deyim. Şəfiqə xanıma sənin kimi ailələr lazımdır ki, o öz hökmünü yaxşı vəkil olduğunu göstərsin. Amma sənin 2 dənə oğlun var. Onlara ata lazımdır. Şəfiqə ata olmayacaq onlara. Heç vaxt olmayacaqdır. Mən deyirəm. Amma o kişiyə oğlanlar lazımdır. Sen burada pafosla danışma. Niye pafoslu? Sizden öğrenmişiydi. Ona göre ki onu biabr elədi. Niye ailəni dağılma? Kim istəmir o ailə barışsın burada? Hamısı istəyir. Niye istəmirsiniz? Tertemiz qızdır. Tertemiz qızdır. Qiriyyətli oğlandır. Niye de barışmazsınız? Mən istəmirəm. Sizdə nə var o ailədə? Qazaqda yaşayırlar. Mənə var. O mənim nümayəndə və xalqımın nümayəndəsidir. Siz onun 50 qəpik. Mən də sənə vəkil verəcəyim, öz 2 dənə vəkil verəcəyim. Nəyə görə? İlhamə Quliyevə 50 min ala bilməyən Şəfiqə xanım səndən 50 min alacaq.